Dostlar, mənə bizə yazılan bir yazı göstərdilər. Orada yazılıb ki, gəl falan kəslə debat elə. Mən də maraq üçün dedim, görüm bu kəs kimdir. Elə ilk axtarışda qarşıma həmin şəxsin bu videosu çıxdı. Hansı ki, həmin alimin adına şər atır və onun adından demədiyi şeyi deyir. Həmin videonu sizə təqdim edirəm. Bəzi əhl-i-sünnə alim Nəvəvi, məsələn, Nəvəvi özü etiraf edir ki, Əli əleyhissalamın Ümmü Kulsum adında bir qızı olmayıb. O deyir ki, əhl-i-sünnə alimi olan İmam Nəvəvi deyib ki, İmam Əlinin Ümmü Gülsüm adlı qızı olmayıb. Gəlin sizə İmam Nəvəvinin bu haqda sözünü oxuyum. İmam Nəvəvi Təhzibul Əsmə və Lüğat kitabında 2-ci cild 365-ci səhifəsində deyir. Ümmü Kulsum binti Ali ibn Əbi Talib radiyallahu anhu və anhə məzkuratun fi salatil meyyit minəl muhəzzəb hiyə bizammil kəf. Əli ibn Əbi Talibin qızı Ümmü Gülsüm, Allah hər ikisinə razı olsun, haqda Mühəzzəb kitabında K hərfi ilə qeyd etmişəm. Və hiyə bint Fatimə radiyallahu anhə bint Rasulillahi sallallahu aleyhi və səlləm vulidət fi həyəti Rasulillah sallallahu aleyhi və səlləm. O, Peyğəmbərin sallallahu aleyhi və səlləm qızı olan Fatimənin radiyallahu anhə qızıdır. O, Peyğəmbərin sallallahu aleyhi və səlləm həyatında doğulmuşdur. Təzəvvəcəhə Ömər ibn Xattab radiyallahu anhu fəvalədət ləhu Zeydən və Ruqayyə. Və onunla Ömər ibn Xattab radiyallahu anhu evlənmişdir. Bu evlilikdən o, yəni Ümmü Gülsüm, Ömər üçün Zeyd və Ruqayyəni dünyaya gətirmişdir. Və tuvufiyyət Ümmü Kulsum hiyyə və bunuhə Zeyd ibn Ömər fi yawmin vahid. Ümmü Gülsüm və oğlu Zeyd ibn Ömər eyni gündə vəfat etmişdirlər. Və qad təqaddəmə bəyanu zəlikə fi tərcəməti Zeyd. Bu, Zeydin tərcümeyi halında izah edilmişdir. Son olaraq deyirəm ki, ya sən bunu yalan olaraq danışırsan, ya da ki, araşdırmanı zəif aparmısan deyə bu kitabdan və İmam Nəvəvinin bu sözündən xəbərin yox idi. Hər iki halda, əgər həqiqi müsəlmansansa, çıxıb bu səhvinə görə üzr istəməlisən.